الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور انفسنا ومن سيئات اعمالنا. من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد ان لا اله الا الله وحده لا شريك له ونشهد ان سيدنا محمدا عبده ورسوله. اما بعد فيا عباد الله اتقوا الله لا تضيعوه ان الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل يا عبادي الذين أسرفوا على أنفسهم لا تقنطوا من رحمة الله إن الله يغفر الذنوب جميعا إنه هو الغفور الرحيم. Sadakallahul azim. Değerli Müslümanlar, ümit insana mahsus bir duygudur. Ümid, Allah'ın insanın qəlbinə yerləşdirdiyi tunelin sonunda görünən bir işıqdır. İnsan ümid etdiyi müddətdə mübarizə aparar, yıxılsa da ayağa qalxar. Qapılar bağlansa da yeni bir qapının açılacağına inanar. Lakin ümidini itirdiyi an həm gücünü, həm də istiqamətini itirməyə başlayır. Elə buna görə də İslam ümidsizliyi deyil, ümidi tərbiyə edir, qapıları bağlamalı deyil, Allahın rəhmət qapısını döyməyə öyrədir. Bu həqiqəti anlamaq üçün hikmət sahiblərinin söylədiyi gözəl bir hadisəyə diqqət edir. Bir gün ustad tələbəsini bir xətası səbəbilə qovur. Tələbə də çarəsiz halda gedir. Qapıya çatarkən dönüb geriyə baxır. Ustadı soruşur: nə üçün dönüb baxdın? Tələbəsi də deyir: bəlkə əfv edərsən. Ustad: madəm ki, ümidini itirmədin, qayıt cavabı verir. Ümid qapını döyməyə davam edənlərin qazancıdır. İnsan ümidini itirdiyi an dayanır, geri çəkilir və qapıları öz üzünə bağlayır. Halbuki Allahın rəhmət qapısı gün batandan gün doğana qədər açıqdır. Buna görə də mümin nə qədər günah etmiş olsa belə Allahın mərhəmətindən ümidini kəsməməlidir. Nə qədər çətinliklə üzləşsə də Rəbbinin köməyindən ümidini kəsməməlidir. Çünki ümid mümini ayaqda saxlayan, tövbəyə qaytaran, ibadətə həvəsləndirən və sabaha doğru aparan ən böyük mənəvi gücdür. Bir insan üçün ən böyük işgəncə ümidin kəsilməsidir. Bir mümin əsla ümidsizliyə qapılmamalıdır. Çünki Uca Allah Qur'anda buyurur: Allahın rəhmətindən ümidini kəsməyin. Çünki Allahın rəhmətindən yalnız kafir doğru ümidini kəsər. Demək ki, kafir üçün ümidə yer yoxdur, amma bir mümin üçün ümidsizlik mümkün deyildir. Mərhəməti və gücü sonsuz olan Allahdan ümid kəsilərmi? Yeni müsəlman olmuş səhabələrin yeni müsəlman olmuş qəbilələrin birində bir qadın belində uşaq çörək pişirir. Bir yandan Ərəbistanın istisi, digər tərəfdən təndirin istisi və belində körpəsi. O əsnada İslam ordusu Huneyn döyüşündən qayıdır. Qadın bir anda görür ki, Həzrət Muhammed sallallahu aleyhi ve sellem əlindəki çörəyi qoyub dərhal Allah Rəsulundan tərəf qaçır. Hüzuruna yaxınlaşaraq salam verir və soruşur ki, ya Resulallah, eşitdim ki, sən demişsən ki, Allahın mərhəməti anaların övladlarına olan mərhəmətindən daha şiddətlidir. Həqiqətən sən bunu söyləmişsən? Allah Resulü sallallahu aleyhi ve sellem gülümsəyib və deyir: bəli, söyləmişəm. Qadın: ya Resulullah, elindəki uşağı göstərir. Bu uşaq nə etsə də mən onu ateşə atmaram. Elə isə cəhənnəm nə üçün vardır? Allah Resulü onun bu sualına möhtəşəm bir cavab verir. Ömründə bir dəfə belə olsa, la iləhə illallah deyən sonsuz mərhəmətdən məhrum olmayacaq. Baxın, ömründə bir dəfə belə olsa, la iləhə illallah deyən sonsuz mərhəmətdən nail olur. Bizə görə minlərlə insanı qətl edən əzaba daha layiqdir. Amma Allah qatında ona ortaq qoşan daha çox əzaba layiqdir. Madəm ki, sonsuz mərhəmət sahibi Allahın mülkündə yaşayırıq, ümidsizliyə əsla yer olmamalıdır. Bəzən ümidsizlik kölgəsi qəlbimizə düşə bilər. Çünki biz bəşərik. Allah Teala bizlər haqqında və xuliqəl insanu daifə
İnsan zayıf yaratılmıştır buyurur. Bir heyvan düşünün, doğulan kimi ayağa kalkıp yemeye başlayır. Yani hayatın sürprizlerle dolu olduğuna hazırdır. Canlılar içerisinde en çok müdafiye ihtiyaç duyan ise insandır. Ona göredir ki insan sabretmeyi bacarmalı olduğu halda bəzən səbirsiz davranır. Ümitsizliğin özü yok, gölgesi kalbine düşür. Çünkü bir mümin ümitsiz olmaz. Hz. Eyyub aleyhisselam o kadar sabır sahibi bir peygamberdir ki hakkında ayet nazil olup İnna vecedna sabira ni'mel abd. Hakikaten biz onu sabırlı gördük. O nece de güzel bendeydi. Bilirsiniz Hz. Eyyub aleyhisselamın bütün bedeni yaralar içinde olur. Hanımı ona deyir ki sen peygambersen, ettiğin duaların kabuluna ne kadar şahitlik etmişəm. Ne için özüne Allah'tan şefaat edəmirsən? Eyyub aleyhisselam ise elə ona göre isteyebilmirəm. Ne istedimse verdi. Ama Allah kulunun istemesini sevir. Onu istedecek. Həstəliyi şiddetlendikdə Hz. Eyyub ilk defa olarak özü için Allah'tan şefaat edər. Mənə zərər, əziyyət toxunmuşdur. Sən isə rəhm edənlərin ən rəhimlisisən. Belə bir ağır xəstəlikdən sonra duası sayəsində tez bir müddətdə şifa tapır. Bəzi rəvayətlərdə bu xəstəlikdən sonra 12 övladı dünyaya gəldiyi söylənir. Allah bununla hər şeyə qadir olduğunu, hər şeyə gücü yetdiyini göstərir. Odur ki, Allah'tan ümid necə kəsilə Ümitsizlik şeytandandır. Bir şeyin derhal olmasını istəyir. Halbuki geçmişi, geleceği bilen biz değil. Neyin hayırlı olacağı, neyin ziyanlı olacağını biz bilmeliyiz. Bazen insan ağlayarak ayaklarını yere vuran körpe kimi arzuladığı şeyin derhal olmasını istəyir. Halbuki derhal olarsa en çok peşman olan elə sen olacaksın. Allah hikmətli sebebiyle gözlədir. Bu ise tələskən olduğu için ümitsizliğe kaptır. Allah sana isterdirse, dua ettirirse demek ki verecek. Ama Allah'tan haşa, afsanttan istenir kimi istenmez. Gözleyeceksen ve ümit edeceksen. Duanın qəbulu senin istediğin kimi, senin istediğin şekilde, istediğin zamanda değil, Allah'ın istediği gibi, Allah'ın istediği şekilde ve Allah'ın istediği zamanda olacak. Çünkü Allah kulu için en hayırlısını isteyir, kul ise ziyanlı olacak, hayırlı olacak, bilmeden isteyir. Odur ki en doğrusu Allah'a ümit ederek ve hakkında en hayırlısı neyse onu istemektir. Peygamberimiz sallallahu aleyhi ve sellem'in emrisi Hz. Həmzənin qatili Bəhşi Peygamberimizin huzuruna getirilir. Bilirsiniz o Hz. Həmzəni öldürməklə yetinməyib onu parçalara ayırmış bir şəxsdir. Herkes nəfəsini tutup gözləyir. Səhabı ona qarşı elə bir şəkildə qəzəblidir ki, əllər qılıncda Peygamber izin verirsə anında parça edəcəklər. Bəhşi Peygamberin huzuruna geldi, Allah Resulü Bəhşi sənmi? Dedi. O da ben ya Resulullah dedi. Peygamberimiz əmimi necə öldürdün? Anlat. Bəhşi başını önüne eğdi ve böyle dedi. Ya Resulullah size söylendiği gibidir. Uzun bir sessizlik çöktü. Peygamberimizin dodaklarından kelimeler süzülmeye başlayır. Müjdeler olsun sana. Bu andan itibaren anadan doğduğun gibi temizsen. Çünkü iman küfre kefaredir. Ama bir şey var, seni gördükçe əmim ağlıma gelir, əmim ağlıma geldikçe içim hüzünlenir. Ben bir şeye göre hüzünleniremse Allah bəla verər, odur ki gözüme görsənmə. Dikkat edin, kardeşler, onu korumaya çalışır. Başına bir bəla gelmesin. Belə bir alemlere rəhmət olan Peygamberin ümməti. Eğer Peygamber sallallahu aleyhi ve sellem İslam'ın en büyük düşmanlarından biri olmuş, öz əmrisini şehit etmiş bir insana tövbe ve iman kapısını bağlamadısa, biz hansı hakla Allah'ın rahmet kapısını kiminse yüzüne bağlayabilir? Bu hadise bize öğretir ki,
ne kadar büyük günah işlemiş olsa da, ne kadar çetinlikler içinde olsa da insan yaşadığı müddette Allah'ın rahmetinden ümidini kesmemelidir. Çünkü Allah'ın kapısı pişman olan herkese açıktır. 2021. yılda bir neçə universitetin alimleri İngiltere, Fransa ve İsveçre'de 10 həbsxanada 279 Müslüman məhbus üzerinde araştırma apardılar. Nəticə maraqlıydı. Tədqiqatın nəticələrine göre bu insanların çoxunda cinayete qayıtmaq meyli azalmış, təhsil almağa ve işlemeye maraq atmıştır. Onlar deyirlər, biz Allah'ın bizi bağışlayacağına ümid etdik ve hayatımız değişti. Düşmanın illerle, düşünün, illerle cinayet içinde yaşamış bir insan İslam'ı kabul ettikten sonra değil, ben insanlığımı yeniden kazandım. Deməli, ümid insanı yalnız cennete aparır, onu evvelce özüne qaytarır. Əziz müminler, eğer ümid mümini sabaha aparan ışıktırsa, şükür de bu günü ışıklandıran nurdur. Ümid bizi Allah'ın rahmetine bağlayıp, şükür ise Allah'ın nimetlerine bağlayır. Ümidi olmayan insan geleceğini karanlık görür. Şükrü olmayan insan ise elindeki nimetlerin değerini bilmez. Şükür təhcə elhamdülillah demek değil. Şükür Allah'ın verdiğini görmek, onu itiraf etmek, həmin nimeti onun razı olacağı yolda istifade etmektir. Şükür eden insan kasıp olsa da özünü yoksul hissetmez. Hasta olsa da Allah'ın merhametinden ümidini üzmez. Sınav içinde olsa da Rabbinden düz döndürmez. Çünkü o bilir ki Allah'ın her hükmünde bir hikmet, her nimetinde bir merhamet var. Gelin kalplerimizi bu iki möhkem sütun üzerinde kuraq. Çetin günlerde ümidimizi, rahat günlerde ise şükrümüzü itirməyək. Belə etdikdə nə müsibətlər bizi sındırar, nə də nimətlər bizi azdırar. Allah Teala qəlblərimizi öz rəhmətindən ümidini kəsməyən və verdiyi nimətlərə daim şükr edən bəndələrindən etsin. Ələ innə əhsənəl kəlam və əbləğən nizam, kəlamullahi məlkil azizil alləm, kəmə qalə Allah təbarəkə və teala fil kəlam. وإذا قرأ القرآن فاستمعوا له وأنصتوا لعلكم ترحمون. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الدين عند الله الإسلام. الحمد لله حمدا كاملين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. تعظيما للنبي وتكريما للصفيه. وقال عز وجل من قائل مبتدا فآمرا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. لبيك اللهم لبيك اللهم صل على سيدنا محمد وعلى آل سيدنا محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم حميد مجيد. اللهم بارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد. اللهم اغفر محمد اللهم اغفر اللهم انصر محمد اللهم اصلح محمد اللهم فرج عن محمد اللهم ارحم محمد رحمة عامة توفنا مسلمين وباركنا في الصالحين اللهم احشرنا في زمرة الصالحين. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون.